Xatıra ay müəllim, sən qeydi qoşmamısan. Niyə qoşmamısan? Niyə demirsiniz mənə bunu? Ben bir şey sen bir şey koşuyorsunuz onu sor. Aradan unuduram da bala. Olmaz. Mütləq xatıradan yaxşı. Ben temeli. Başlayalım. Harda qaldıq? Deməli. Gəlin biraz bunu balacaldım. Sonra siz rahat görə biləsiniz də. Tərəf eləyək. Bunu da belə eləyək. Hə. Deməli, təsəvvür eləyək ki, bizim məsələn kükürdümüzdən danışırdıq da. Bərk aqreqat halında olan kükürdümüzü qızdırırıq. Qızdırdığımız zaman enerjini veririk, isidirik. İsitdiyimiz zaman o bərk halında olan kükürt başlayır qızmağa. Temperatur artır. 20 dərəcə, 30 dərəcə, 40, 50, 60, 100. 112 dərəcə çatanda başlayır kükürt əriməyə. Kükürt əriməyə başlayanda sənin verdiyin enerjinin hamısı kükürdün əriməsinə sərf olunur. Bərk haldan maye hala keçid prosesi endotermik prosesdir. Yəni, endotermiki indi birazdan geniş ətraflı açıqlayacağıq. Enerjinin udulması ilə gedir bərkdən maye keçid. Yəni, bərk halında maddəni maye hala keçirtmək üçün enerjinin udulması lazımdır. Məsələn, adicə buzların əriməsi. Buzlar öz başına əriyə bilirmi? Yox. Günəş çıxsın ki, gərək. Enerji verəsən ki, gərək ərisin. Düzdürmü? Ay sağ ol. Öz başına ərimir ki, ona görə deməli bərk halında maddənin maye halına keçməsi üçün enerjini udması lazımdır. Deməli, maddə əriyən zaman verilən enerjinin hamısını əriməyə sərf eləyir. Əriməyə sərf elədiyi üçün həmin anda maddənin temperaturu, saf maddədən söhbət gedir, saf maddənin temperaturu artmır. Yəni, maddə həmin anda qızmır. Deməli, temperatur əgər hər hansı bir nöqtədə sabit qalırsa, sən ora temperatur verirsən, temperatur deyəm, enerji verirsən, istilik verirsən, amma baxırsan ki, temperatur artmır. Əgər həmin anda enerji verdiyin halda temperatur sabit qalırsa, deməli orada aqreqat halın çevrilməsi baş verir. Aydın uşaqlar? Və Evet. aqreqat halın çevrilməsi bərk halında olan maddə birinci çevriləcək deməli maye hala. Deməli bərk halda olan maddə maye hala çevrilirsə, başa düşürük ki, 112 dərəcədə bizim əriməmiz başlayır. Deməli ərimə prosesi başladı. Səssiz danışağa bir də mikrofonları. Deməli ərimə prosesi başladı burada. Onda bu nöqtədə 2 ilə işarələdiyim əyridə ərimə prosesi gedir. Ərimə zamanı uşaqlar, ərimə zamanı maddə həm bərk halda olur, həm maye halda olur. Yəni əriyəndə bərk halda bax, axı qrafikin burası bərk haldır. Uca maddə əriməyə başladığı üçün burası da maye haldadır. Ona görə soruşsalar ki, iki əyrisində bu nöqtədə maddə hansı haldadır? Həm bərk, Maye. həm də maye. Hər ikisi balam, hər ikisi. Çünki maddə bərk haldan əriməyə başlayır. Əriməyə başladığı üçün orada həm bərk, həm maye, hər ikisi olur. Məsələn, 0 dərəcədə su həm maye, həm də bərk halda. Hər ikisi olur. 0-dan aşağıda artıq sırf bərkdir, 0-dan yuxarıda sırf mayedir. Aydındır? Yəni, həmin temperaturda artıq sən bunu başlasan qızdırmağa tamamilə kükürdün. Bütün bərk halda olan atomların hamısı çevrildi artıq maye hala, düzdürmü? Hamısı maye hala keçəndən sonra bütün kükürt kütləsinin hamısı maye hala çevriləndən sonra başlayacaq artıq bizim kükürdümüz təkrarən isinməyə. Çünki hamısı maye halındadır. Aqreqat halının çevrilməsi bitdi. Nə enerji versən başlayacaq o enerjini udub isinməyə. Maye halında kükürt başlayacaq isinməyə. İsinir, qızır, temperatur artır, ta ki kükürt qaynamağa başlayana qədər. Kükürdün qaynama temperaturu çatanda başlayır artıq qaynamağa. Və qaynama zamanı maye halda olan kükürt keçir qaz halına. Deməli, bu əyri 444 dərəcə bizə qaynama temperaturunu göstərir. Hansı temperaturda ki, yenə deyirəm, sabit qalır, temperatur sabit qalır, hansı belə deyək də, aha, temperatur sabit qalır, deməli həmin nöqtə aqreqat halın
çevrilməsini göstərir. Həmin nöqtədə verilən enerji temperaturun artmasına səbəb olmur. Belə çıxır ki, onda temperatur, yəni bunu enerji kimi yaza bilərik. Məsələn, Q, enerji veririk biz ora. Enerji veririk, enerji verdiğimiz halda temperatur artmır. Temperatur artmırsa enerji verdiğimiz halda deməli avtomatik olaraq belə çıxır ki, uşaqlar, belə çıxır ki, həmin nöqtə aqreqat halın çevrilməsidir. Ona görə bu nöqtə aqreqat halın çevrilməsidir. Maye halda olan maddə nəyə çevriləcək? Qaza çevriləcək. Ona görə də deməli, buradan yuxarıda qaz halındadır. Yəni 4 əyrisində bu nöqtədə maddə həm maye, həm qaz. Amma 4-dən yuxarı 5 əyrisində qaz halındadır. Deməli, bizdən sabah başqa cür formada soruşsalar, məsələn, deyək ki, bir dənə hər hansı başqa bir maddədən danışırıq. Desələr ki, bu maddə, nə bilim, 60 dərəcədə əriyir. 60 dərəcədə əriyirsə, onda mən buradan başlayacağım. Gələcəm, qızacaq, isinəcək. Bu nöqtədə 60-dırsa əgər temperatur nə olacaq? Sabit qalacaq. Sabit qalacaq. Çünki Həmən ərimə, aqreqat halının çevrilməsi zamanı maddə isinmir, qızmır. Verdiyim enerjini tamamilə udub, bütün hamısı maye hala keçəndən sonra maddə başlayacaq yenidən qızmağa, isinməyə. Aydındır? Maddə maye hala keçdi. Tamamilə başlayacaq isinməyə. Artıq bura nədir? Bura mayedir sırf. Bura sırf bərk idi. İkisinin arası bura bərk maye tarazlıqdadır. İkisi bir yerdə var. Aydındır? Maye halda maddə isindi, qızdı, gəldi. Tutaq ki, 200-də bu qaynayır. Bura 200 olanda artıq sabit qalacaq. Söz, sabit. 200-də heç vaxt qıza bilməz. Sabit formada qrafik, yəni temperatur sabit qalacaq. Enerji versək də temperatur artmayacaq. Tamamilə maddə maye haldan hamısı qaz halına keçəndən sonra başlayacaq artıq yenidən isinməyə. Aydındır? Bəli. İndi biz özümüz bu qrafiki uşaqlar su üçün qura bilərikmi? Su üçün bu qrafiki qura bilərikmi? Necə qurarıq sizcə su üçün? Məlim, əvvəldə biz burada cədvələ ortadan başladıq. Məlim, aşağı tərəfdən onu donmuş vəziyyətini göstərək. Yuxarı qaldırdığımızda onun vəziyyətini. Məsələn, Zaten bir dənə buz götürək, bəlk, yəni su buzlaşmır. Sonra mənim o əriyir. Sonra maye keçir, oradan da qazın. onda mən bunu Qrafikdə ərimə temperaturunun sıfıra dəyişmə, qaynama temperaturunun da 100-ə. ben bu dəqiqə bax, bu bizim bir dənə belə temperatur olsun. Bir dənə də belə verilən enerjimiz olsun. Hə. İndi mən necə başlayayım sizcə? Qoy bunu biraz Sizdən əvvəlcə mənim bir məsəl üçün 10 dərəcə yazın. Enerji verək müəllim aşağıdan. Bəli. Vaxtımını artıraq. Hə. Necə eləyək uşaqlar? Əvvəlcə mənim aşağıdan bir az faizlə, yəni az temperaturla onu qaldıraq və yuxarı. Hardan başlayayım? Ən aşağıdan. Ən aşağı var ya, aşağıdan. Buradan. Nöqtə. Bəli, oradan. Xeyr müəllim, ondan aşağı. Mən ondan da aşağı. Maraqlıdır. Nilüfərdə görüm balam sən. Mən əvvəlcə şaquli vəziyyətdəkinə birinci 0 temperaturunu qoyardım. Digərinə daha yuxarıya isə 100 Celsi qoyardım. Belə. O 0-dan aşağı bəli. Sonra qızım. Biraz daha aşağı. 100 də indi, hə, yaxşı. Tamam, sən xətrəlab 100-ü bura qoyaq, hə. Bəli.
100-dən aşağı biraz 0 dərəcədən biraz aşağıdan başlayırıq. Sonra 0-a çatanda onu sabitləşdiririk. Aha. Əla, onu istəyirdim elə səndən. Uşaqlar, nə yoldaşımız nə deyir? Bax, biz deməli, ay sağ ol. Bəli, biz deməli, uşaqlar, biz deməli, su üçün durub başlasaq ki, 0 dərəcədən başlayıb, buradan başlayıb, biz müsbət oblastdan başlayıb, yuxarı qalxıb, burada belə bir şey çəksək, bir dəqiqə, belə qalxıb, belə bir şey çəksək, bu tam səhv olar. Niyə? Çünki burada mən 0 dərəcədən yuxarı, yəni, bu belə deyək də, qrafikimizin müsbət oblastında biz, müsbət rübündə, bunu gözləyə bilərikmi biz suyun maye bərk halda olmasını? Gözləyə bilməliyik axı, buz halında olmasını gözləyə bilməliyik axı biz. Ona görə əgər biz suyu buz halında istəyiriksə, buz halından başlamaq istəyiriksə daha doğrusu, mütləq mənfi temperaturdan başlamalıyıq. Su 0 dərəcədə artıq hansı haldadır? Maye və bərk tarazlıqdadır. Ona görə mən hardan başlamalıyam? Enerjini verdikcə, təsəvvür eləyək ki, hal-hazırda, nə bilim, indi mənfi 9 dərəcə temperatur deyək. Mənfi 9-dan başlayacaq isinməyə. Sən enerjini verdikcə mənfi 9-dan başlayacaq o qızmağa. Mənfi 8, mənfi 7, mənfi 6, mənfi 5 gələcək ta ki 0-a. 0 dərəcə sənə nə olacaq? Baba, belə. Düz oxun üstündə düz. Sabit qalacaq. Çünki 0 dərəcədə axı bura. 0 dərəcə su nə olur? Bax, burası suyun bərk hissəsidir. Burası suyun maye hissəsidir. Və eyni zamanda bərk hissəsidir. Aydındır, bərk və maye tarazlıqdadır. Ay, sağ ol. Çox əli, yəni adi bir şey deyim də, yəni 0 dərəcə temperatur olanda görmüsünüz də, yəni su tamamilə buz halına çevrilmir axı. 0 dərəcə olanda buz biraz əriyir, biraz buz qalır, belə də, yəni düzdür, tamamilə əgər buz tam əriyirsə, bitirirsə, deməli burada ümumiyyətlə 0 dərəcə yoxdur, 0-dan yuxarıdır. Aydındır? İndi bərk haldan maye hala keçdi. Tamamilə maye hala keçib bitəndən sonra artıq başlayır bizim maye halda olan suyumuz 1 dərəcə, 2 dərəcə isinməyə. Ta ki isinir gəlir. Yüzdə satanda nə olur uşaqlar? Qaynama baş verir. Yüzdə belə bir şey olur. Aşağı. Daha sonra 100-dən də yuxarıya qalxır, burada olur qaz halında. Deməli, bura sırf suyun maye halını, bura suyun maye və qaz halını, burada suyun qaz halını göstərir. Əlasız. Deməli, bura oldu bizim deməli ərimə prosesimiz. Burada oldu bizim qaynama sözünü yaza bilsəm əgər. Qaynama prosesimiz, ərimə, qaynama. Və ərimə, qaynama anında hansı aralıqda yerləşirsə, həmin aqreqat halların hər ikisi olur. Bunu yaddan çıxartmayın. Yaxşı? Bərk və maye, hər ikisi var. Burada sırf maye, burada maye qaz, burada isə qaz. Çətin gələn bir məqam varsa, deyin çocuklar.